Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa çalışırsınız. Mənim əzizlərim, sizə qurban olum. Mən axı sizə deyirəm, ancaq paniklı insanlarla işləyirəm. Paniklı. Yəni nevroz, ümumi nevroz. Tamam mı? Ən əsas mənə müraciət edənlər anksiyetalar olsun. Yəni bilirsiniz də o nədir? Generalizovanlı təşviş həyəcanlı insanlar. Ən əsas bunlar. 1-2 seansa tərtəmiz olur, düzəlirlər. Sırf o üzrə çalışıram, başqa vaxtım yoxdur. Onlayn deyirəm ha. Başqa cür vaxtım yoxdur işlə bağlı. Belə anksiyetalarla işləyə bilirəm. Yəni müraciət eləyin. Müraciətiniz indi ən ucuz variantla siz üçün düzəlmişəm. Bunu hamı bilir, bilin. Hamınız paketdir, aylıq paketdir, mətn üzrə. Siz ancaq və ancaq elə bil ki, məndən ya səs yazılarla, ya mətn üzrə iş görəcəyik. Çünki tapşırıqlar çoxdur. Mən onu deyirəm, sonra siz təzədən geri dönüş eləyirsiniz. Mən deyirəm, siz başa düşmürsünüz məni. Yazanda mətndən artıq sizdə qalır, onu analiz edirsiniz və onun üzərində çalışmağa çalışırsınız. Həm də o mətnlər sizdə qalır, siz gündəlik onu, mən onu tapşırıq verim, gündəlik təkrar oxumalısınız ki, şuur altını təmizləyək, tamam mı? Yəni bu üsula keçmişik ki, əslində bu üsul deyək ki, medisinada yoxdur. Biz niyə bunu keçirik? Çünki mən bilirəm nevrozlara nə lazımdır ona görə. Nevrozlara danışıqla bir dəfə ki, nevrozdan olsa səhər yerə oturasan, bir də bir sutkadan sonra durasan, o qədər sənə sual verəcək, o qədər sənə danışıq eləyəcək. Həkimin də o qədər vaxtı olmur. Çünki həkim saatla işləyir. Psixologiyada belədir, bu şey deyil, patologiya deyil. Ona görə də buyurun, yaxınlaşın, bütün nevrozun detallarını, hamısını, yəni nə lazımdırsa. Yəni, nevroz mənim üçün, bilirsiniz, necə deyim, yəni elə bir moddan düşüb mənim üçün, valla. O dərəcədə mən mütəxəssisi olmuşam ki, immini təşviş həyəcan, nəyə görə bu üzrə? Çünki özüm də xəstə olmuşam 25 il. Bu mövzu geniş mövzudur, tamam mı? Və bütün detallarına toxunmaq lazımdır ki, nevroz özünə gələ bilsin. Nevroza yarı-yarımçıq söhbətlər, nə bilim, örtülü bazar, belə şeylər yaramır. Nevrozla tet-a-tet gərək hər şey dəqiqliklə bilsin. Və o üzrə işləyirik biz. Başqa cür nevroza kar eləmir. Çünki geri dönüş eləyəcək. Gecə saat 3-də də geri dönüş eləyəcək, 2-də də beyninə nəsə girsə, halı pisləşsə. Ona görə qısa konkret eləyirik bunu. 24 saat fəaliyyət göstəririk mətn üzrə. Eyni zamanda mən məsələn 10 nəfərlə, 15 nəfərlə işləyə bilirəm. Daha rahatdır, ona görə ucuz eləmişik, tamam mı? Ona görə hamı faydalana bilsin bundan. Hamı faydalanır, bilirəm yoxdur. Seansın birin məsələn görüşü ən aşağısı 50 manat, 70 manat deyəndə bir saatına, təbii ki, bu uzun məsələdir. Siz paket götürürsünüz bir aylıqda artıq təbii ki, siz bir ay içində sağalma olacaq. Amma belə götürəndə siz ya yarımçıq saxlayacaqsınız, ya uzun çəksə imkanınız daliş olmayacaq. Yəni, belə şeylər var. Ona görə bu nəzərdə tutulub, tamam mı? Yoxsa psixolog kimi nə var ki, deməyə, gəlin mən sizi sağaldaram, belə eləyərəm, vədlər verəsən, axı pulu da nəzərə almaq lazımdır. İnsanların vəziyyətini də nəzərə almaq lazımdır. Nevroz ona görə nevrozdur ki, bunun sosial məişət, bunlar hamısı yəni həyatdır, yaşayır.
problemsiz insan yoxdur. O qədər problemləri var, üst-üstə gəlir. Bu nevrozdur. Bu yoxsulluqdan nevrozdur. Keyfi kek olan adam nevrozu yoxdur mənim təcrübəmdə. Red halda rastlaşaram. O da öz keyfindən nevroz olub. Belə yoxdur. Yəni nevroz nədir? Travmalardır. Yəni ən ağır travmalardan nevroza gətirib çıxardır. Pullu adam travma ala bilər. Travma alır. Məsələn, bu günlərin nəsə hadisə oldu, kimsə itirdi filan elədi. 5 gündən sonra o tez yaddan çıxarda bilir, adaptasiya olunur. Yəni imkanı var. Gəzir, dolanır, yeyir, içir, əli hər yerə çatır və nevroza gətirib çıxarmır. Bir müddət depressiyada yaşayır, beyin özü onun necə deyim, lehinədir. Beyin özü çalışır ki, çox vaxtı elə depressiyalar var da, məsələn, ona müvəqqəti depressiya deyirlər. Beyin özü onu həllini çalışır, tez bazar həll eləsin, onun marağındadır. Amma yox, sənin imkanın çatmır, əlini atırsan, bura bağlıdır, ora bunlar üst-üstə yığılır problemlər, səhhətin, uşaq problemləri, ailə problemi, nə bilim, bu borc, xərc, ən əsas borc, konflikt. İki şey nevrozluq deyil. Ailədə konflikt, kimdənsə konflikt və yaxud borc, kredit. Bu lap ağırlaşdırır xəstəni. Ona görə imkansızlıqdan gəlir olur nevroz. Sən də buna seansı 50 manat, 100 manat deyəndə bu yetim neynəsin? Hardan gətirsin? Mən ona görə sırf nevrozlarla işləyirəm. Belə psixologiyada məsələn yaxınlaşırlar, kimsə əri ilə yola getmirək ki, keyfindən milyonerin biridir. Nə bilim, qısqanclıq, nə bilim, o başqa temalardır. Mən o temaları ondan girmirəm. Tamam mı? Uzun məsələdir, o geniş bir şeydir. Ona görə nevrozlarla. Çünki proqramım elədir. Tamam mı? Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun. Nə suallarınız olsa yazın. Çox az müddət mən fəaliyyət göstərəcəm. Çünki bir neçə sənədlərlə məşğulam ola bilsin. Bunu dayandırım. Çünki o qədər vaxt olmayacaq məndə. Tamam mı? Faydalanın.